Mən həmişə deyirəm ki, abituriyent nədir, yatmaq nədir? 5 saat yatdım, bəsdir. 6 saat yatdım, maksimum 6 saat sənə bəs edir. Bu fikrimlə razılaşan çox az tələbə var. Yəni, ümumiyyətlə tələbələr, şagirdlər mənimlə razılaşmır. Hətta deyirəm ki, əyləncəyə getmə, toy nişana getmə, sən abituriyentsən, gəzməyə getmə, 1 il getmə də, 2 il getmə. Çünki bir dəfə sən o hazırlıqdan qalsan və yaxud da dərsdən geri qalsan, nə qədər şey itirmiş olursan, bəlkə də sənin qəbul sualında həmin mövzu, bərpa edə bilmirsən həmin mövzunu. Ancaq dərs deyirsiniz müəllimə. Bəli, yəni əgər məqsədin varsa, ancaq dərs oxumalısan. Digər əyləncəndən, istirahətindən, yuxundan keçməlisən. Nəyəsə çatmaq istəyirsənsə, məqsədə çatmaq istəyirsənsə, bəzi şeylərdən keçməyi bacarmalısan.